Salam hörmətli Natural Meat izləyiciləri. Mən Tural Həsənov, Natural Meat şirkətinin təsisçisi. Dabaq xəstəliyi ilə bağlı istədik danışaq. Ölkəmizdə aktual mövzudur. Mən onun üçün də Bərdə rayonundan Orxan bəy və Hikmət bəy dəvət eləmişəm və Yevlaxdan Ceyhun bəy dəvət eləmişəm. Hansı ki, onlar böyük fermer təsərrüfatı ilə məşğuldurlar. Mənim onlara suallarım olacaq, səmimi suallar olacaq ki, bu insanlarda olan qorxunu, təlaşı müəyyən qədər də olsa çalışacağıq ki, azaldaq. Orxan bəy, dabaq xəstəliyi nədir və hansı heyvanlarda müşahidə olunur? Mən də salamlayıram bütün izləyicilərimizi. Dabaq xəstəliyi əsasən virus mənşəli xəstəlikdir. Əsasən süd dırnaqlı heyvanlarda müşahidə olunur. Yəni ki, inəklərdə, danalarda, qoyunlarda, quzularda müşahidə olunur. Qoyunlarda və quzularda. Müşahidə olunur. Böyük malda, məsələn, inəklərdə, danalarda bir balaca qabarıq formada müşahidə olunur. Quzularda ona nisbətən bir balaca yüngül formasında müşahidə olunur. Ceyhun bəy, dabaq xəstəliyinin əlamətləri necə olur? Yəni o dabaq xəstəliyi tutan heyvanlar hansı əlamətlər olur onlarda? Ağız sulamaları olur. Dırnaqdan tutur. Bir də yelindən tutur, yelindən düşür. Yelin az miqdarda olur. Ən əsası çox ağızdan olur. Necə? Məsələn, heyvanlardan necə Ağız köpüklənməsi, sulanması, gövşəməsi az olur. Gövşəmə yəni Həzm də o yediyi qidanı həzm edir. Yəni o da gövşəmə az olanda bir də temperatur olur. Yüksək temperatur olur. Yüksək temperatur olur. İndi də ki, yəni əvvəllər biraz var idi. İndi mən heç rastlaşmıram. Dövlətimiz də sağ olsun tədbirlər görürlər, karantinlər olur, bazarlar bağlanıbdır. Bazarlar hal-hazırda da bağlıdır mı? Bağlıdır, bəli, bağlıdır. Və bağladılar. Yəni məsələn bu cəmaət əti necə gətirir bəs Bakıya? Bunları mən təbii ki bilirəm, amma yəni istəyirəm ki, siz də bunu fermerlərin ağzından fermerlərdə nətərdə indi bazara yox, alıcılarla yəni yönlənilir. Çatdırılma təmiz heyvanlar hamısı bayaqdan indi bazarda bilinmirdi, amma indi yenə də bilinir, gəlir baxır, yerində baxır, təmiz mallara baxılır, təmiz baxışdan keçirilir, ondan sonra mallarını aparırlar. Deməli, Hikmət bəy, bu dabaq xəstəliyi necə yayılır və hansı amillər risk faktorudur? Bu dabaq xəstəliyi əsasən yayılır hava yolu ilə, düzdür, bu xəstəlik keçicidir, bunu hamımız bilirik. Yəni, vaxtında vaksinasiya olunmayan heyvanlarla da sıx ünsiyyətdə olanda yayılır və yaxud da ki, hansısa bir xəstə heyvan maşınla daşınmasında hansısa problem olur, xəstə heyvan minən maşına sağlam heyvanda belə hava yolu ilə yayılır. Risk faktoru odur ki, bunun insan üçün risk faktoru sıfıra bərabərdir. Deməli, Orxan bəy, bu günləri insanlar ət alanda nəyə fikir verməlidirlər? Məsələn, insanlar qorxurlar ət almağa, o istifadə eləməyə. Onun rənginə mi baxsınlar, onun necə bu qəssabdan, yəni onu tələb eləsinlər ki, onlara zərər olmasın. Deməli, qəssablar hansı ki, dabaq xəstəliyi olmayan sahibkarların təsərrüfatlardan heyvanları alırlar. Sırf rayonlarda da yaradılıbdır kəsim məntəqələri, qida təhlükəsizliyi nəzarətində, həkim nəzarətində kəsilir heyvanlar. Onların nəzarətində soyuq zəncirlə dükanlara çatdırılır. Yəni, insanlar mən məsləhət görərdim ki, dükanlarda ət alanda birinci növbədə onun möhrünə, onun sertifikatını tələb eləsinlər, ətin üzərində möhür varmı ona baxsınlar. Deməli, belə bir şey var, Orxan. Əvvəl deməli, o hansı ki, göy rəngdə peçat vurulur da ətlərin üstünə, onu görəndə insanlara biraz qəribə gəlir. Bəli. Və indi elə bir zamana gəlib çatdı ki, siz onu tələb eləməlisiniz ki, həmin peçatı göstərsinlər. Çünki həmin heyvanlar bilavasitə həkimin nəzarətində kəsilir, həkim onun temperaturasını da ölçür, ətinə də nəzarət eləyir, laboratoriyalarda yoxlanılır ətlər. Yəni şükür Allaha o xəstəlik, yəni biz də yenə bayaq Hikmət qardaş da vurğuladı, biz də bu təsərrüfatla məşğuluq. Rayonlarda, cəmiyyətin içərisindəyik, təsərrüfatlardayıq. Yenifdir bu xəstəlik minimum səviyyə yenifdir. Bir müddət bundan irəlidə var idi, biraz qabarıq formadaydı. Hikmət bəy də sentyabr aylarında İndi çox şükür ki, yəni bu çox minimum vəziyyətə yenifdir. Hər şey yəni elə bilirəm stabilləşibdir. Təxminən demək olar ki, yəni yoxdur demək olar həmin xəstəlik. Ceyhun bəy, tutaq ki, getdim bir qəssaba, qəssabdan ət aldım.
O da onun insafına qalıb da. Götürdü mənə dabaq xəstəliyi olan bir ət satdı. Bunun mənim özümə, ailəmə nə kimi mənfi göstəriciləri ola bilər? Qaynadılandan sonra heç bir ziyanı yoxdur. Yaxşı, qaynadılandan sonra yoxdur, qızardılandan. Yenə də, yəni ümumiyyətlə dabağın insana bir ziyanı yoxdur. Aha. Amma təbii ki, kəsməsələr yaxşıdır. Yəni onsuz da azalıbdır. Yenə də azalıb, amma kəsilməsə lap yaxşıdır. Hə, mümkün qədər də yəni onu kəsməsələr, yəni mən elə bir başa düşürəm ki, heç bir qəssab onu kəsməz. Mən belə başa düşürəm ki, heç kim onu kəsməz. Həm o heyvanı arıqlayır, ətdən düşür. O heç o qəssaba da fermerə sərf eləməz. Kəsmək. Yox, təbii ki, sərf eləməz. O heyvanın suyu da canından quruyur. Hə, ona görə də o heyvan nə alana, nə satana sərf eləməz. Belə də ki, heç bir ziyanı yoxdur. Yenə də qaynadılır onsuz da, amma yenə də məsləhət odur ki, yəni onlardan sertifikat tələb eləsinlər və həkim kağızı tələb eləsinlər ki, yəni həmin həkimin peçatı olsun ki, yəni bilək ki, bu dövlət tərəfindən icazə verilən sağlam heyvandır. Bəli, bəli. Hikmət bəy, bu heyvanın təbii ki, təkcə əti deyil, bunun südü də istifadə olunur da. Bu südünün nə kimi zərəri ola bilər dabaq xəstəliyi tutmuş heyvanın və bir çox gülməli belə bir sual da olsa bunu da verəcəm. İnsanlar arasında belə bir şayiə yayılıb ki, bu dabaq xəstəliyi insana keçir. Heyvandan birbaşa insana da keçə bilər. İstəyərdim bunun iki sual barədə də birinci südlə bağlı cavab verin. Qardaşlar da bayaq qeyd elədi. Ətlə bərabər süddən də heç bir qorxusu, təhlükəsi yoxdur. Təbii ki, o da bişmiş vəziyyətdə də düzdür. Süd ümumiyyətcə süd insan qəbul eləyəməmişdən o bişirilir. Yüksək temperaturda bişirilir. Bu da bunun insan üçün təhlükəsini sıfıra endirir. Ümumiyyətcə dabaq xəstəliyinin istər südü, istər əti, əgər o bişirilirsə insan orqanizminə heç bir ziyanı yoxdur, heç bir xəstəliyin keçiciliyindən söhbət gedə bilməz. Çox deməli gülməli bir dənə də məsələ var, Orxan. Deməli insanların diri heyvanların insanlara bu dabaq xəstəliyinin birbaşa keçməsi haqqında şayiələr yayılır. Yəni bu nə dərəcədə düzdür? Buna necə bir izah vermək olar? Şayiələr var, çoxdur. Bəli, biz də rastlaşırıq o şayiələrlə. Biz şəxsən ət satan kimi bizə də çox müraciətlər, dostlar, tanışlar, cəmaət, hər gün yığırlar. Hər gün o sualları bizə də verirlər. Biz özümüz də əlbəttə ki, istifadə edirik evimiz üçün, məclislər üçün, xeyir üçün, şər üçün istifadə olunur o ətlər. Biz şəxsən o işə baxırıq. Canlı heyvanla dabaq xəstəliyinin insana keçməsi mən şahidi olmamışam, görməmişəm. Özümüz də yetəri qədər təsərrüfatla məşğuluq. Dabaq xəstəliyi ilə də yoluxan malların müalicəsi, onların sağalması uğrunda müəyyən tədbirlər görülür. Çalışıb o heyvanlarla ünsiyyəti minimuma yendirmək lazımdır. Müəyyən əlcəklərdən istifadə etmək lazımdır, maskalardan istifadə etmək lazımdır. Bu fermerə aiddir. Bəli, fermer. Çünki hansı ki bu fermerlər həmin heyvanı ağzına salır belə, məcburiyyət qarşısında ona dərmanlama olur. Yumaq üçün, nə bilim ona xidmət eləmək üçün. Bir balaca məsələdə yəni müəyyən tədbirlər görülməlidir. Amma yəni o heyvanın dabağının insana keçdiyi faktı ilə biz rastlaşmamışıq, eşitməmişik. Biz heyvanın südündən də istifadə edirik, ətindən də istifadə edirik. Xəstə heyvanın yaxşı mənada xəstəlik prosesində südünü çox istifadə eləməmək məsləhətdir. Ancaq bunu eləyən vaxtda heç cürə mümkün deyil ki, süddən insana xəstəlik keçə. Deməli, bu xəstəlik ümumiyyətlə, bu hər il olan bir şeydir. Yəni illərdir babalarımızdan, atalarımızdan biz görmüşük ki, bu dabaq xəstəliyi hər il olur. Sadəcə olaraq bu il bu biraz daha çox şişirdildi və daha çox belə qabardıldı və insanlara bu cür çatdırıldı. Narahat olmayın, bizim Bərdədə olan kəsim yerimizlə də inşallah sizi tanış eləyəcəyik, Orxan MMC-də. Yəni biz ora kimi gedib çıxacağıq ki, sizin ürəyinizə biraz da daha rahatlaşdıraq. İnsanların daha da ürəyini rahatlaşdırmaq bizim borcumuzdur. Biz bu işlə məşğuluq və bu hər gün mənə yaxınlarım, doğmalarım, əzizlərim, tanımadığım insanlar, tanıdığım insanlar, tanıyanlar, tanımayanlar sual verirlər.
Amma yəni tam rahat olun ki, biz bu işləri ümumiyyətlə keyfiyyətlə görməyə özümüzə söz vermişik. İnşallah sizlə növbəti Allah qoysa video roliklərimizdə sizə həmin o fermaları təqdim eləyəcəyik ki, hansı ki biz ət alırıq oradan. Onların necə baxış olur, onlara necə xidmət göstərilir, necə qulluq olunur, hamısını sizlərə göstərəcəyim. Yenə də təşəkkür edirəm gəldiyinizə görə. Var olun. İnşallah görüşəcəyik. Sağ olun.